Salam əziz abituriyentlər, biz bugün missiya buraxılış sınağı üçün izahına baxırıq. İlk suala baxaq. Elin diaqramına əsasən sözlərin fonetik xüsusiyyətləri ilə bağlı yanlış fikirləri müəyyən edin. Demək, biz yanlış fikirləri tapacağıq. Həsədlə sözünün tələffüzü həsədlə formasındadır. Ədəbiyyatşünaslıq sözünün tələffüzü isə ədəbiyyat şünas formasında tələffüz olunacaq. Biri deyir ki, sözün tələffüzündə 3 fərqli məqam var. Baxırıq ki, ilk sözdə 3 fərqli məqam var. Həmçinin ikinci sözdə də qoşa y samitinin biri düşüb və digərlərində də l deyə q isə x səsdə keçib. Deməli, bir ortada yazılmalıdır, yəni bir yanlışdır. Sözdəki kar samitlərdən birinin qarşılığı yoxdur. Bəli, h samitinin qarşılığı yoxdur. Səs dəyişimi baş verir. Bəli, hər iki sözdə səs dəyişimi baş verir. Sözdə k samitinin cingitili qarşılığı işlənmişdir. K samitinin cingitili qarşılığı q'dır. Burada isə biz deməli, q səsini müşahidə etmirik. Deməli, 4 yanlışdır. Səslərlə hərflərin sayı bərabərdir. Bu ifadə də yanlışdır. Niyə görə? Çünki qoşa y hərfindən biri tələffüz zamanı düşüb. Bu da yanlışdır. Bu səbəbdən variantımız olacaq. Yanlışları seçdiyimiz üçün 1, 4, 5. Növbəti suala baxırıq. Gözlətdirmişdir sözü ilə bağlı doğru fikri müəyyən edin. Göz ismindən gözlə, gözlədən gözlət, gözlətdən gözlətdir yaranım. Mış nəqli keçmiş zaman qrammatik, dır isə şəxs sonluğu qrammatikdir. Sifətdən düzəlmişdir deyirsən. Deməli, biz baxırıq ki, burada gözlətdir feili, gözlət feilindən yaranım. Amma gözlətdir sözü göz ismindən yaranım. Yəni, sifətdən yaranım səhvdir. Gözəl sözü ilə eyni köklüdür. Bu isə yanlışdır. Çünki gözəl bütöv kök formasındadır. Başlanğıc forması gözəldir. Amma gözlətdir sözünün kökü göz sözüdür. Bu səbəbdən B variantı da yanlışdır. 3 leksi 2 qrammatik şəkilçi var. Bəli, bu doğrudur. Biz burada göz ismindən gözlə feilini yaradan leksi şəkilçi, gözlə feilindən gözlət feilini yaradan leksi şəkilçi, gözlət feilindən gözlətdir feilini yaradan leksi şəkilçi müşahidə edirik. Həmçinin nəqli keçmiş zaman qrammatik şəkilçisini və dış şəxs xəbərli şəkilçisini müşahidə edirik. Deməli, B variantı doğru variantdır. Kökü amonim olan sözdür. Biz bilirik ki, göz sözü çox mənalıdır, amonim deyil. Sözdəki şəkilçilərin hamısı 4 variantlı şəkilçidir. Bu yanlışdır. Çünki, məsələn, la şəkilçisi burada 2 variantlı şəkilçidir ki, la, l formasında yazılır. Bu da səhvdir. Nəticədə variantımız olacaq C variantı. 33-ə baxırıq. Verilmiş nümunədəki isimlərlə bağlı yanlış fikirləri müəyyən edin. Aydın göylər, uca dağlar, göy meşələr, lal sular. Sizi gördüm ürəyimdə, açdı daşdı arzular. Deyir, isimlərdən biri həm mənsubiyyət, həm hal şəkilçilidir. Baxırıq. Mənim ürəyim mənsubiyyət, ürəyimdə oldu hal şəkilçisi. Bu doğrudur. İsimlərdən 5-i cəm şəkilçilidir. Baxırıq. Aydın göylər, uca dağlar, göy meşələr, lal sular, açdı daşdı arzular. Deməli, 5-i cəm şəkilçisi qəbul edir, fikri doğrudur. Birinci misradakı isimlər amonimlik yaradır. Baxırıq, birinci misradakı isimlərimiz hansıdır? Göy və dağ. Biz göy sözünün amonim kimi müşahidə edə bilərik. Yəni, göy burada asiman anlamındadır. Həmçinin rəng göy anlamında müşahidə edə bilərik. Dağ sözü də coğrafi dava anlamındadır. Həmçinin biz bunu anan ürəyinə dağ çəkildi. Yəni, dağ, sitəm, ağrı, acı anlamında başa düşə bilərik. Deməli, birinci misradakı isimlər amonimlik yaradır. Doğrudur. D variantına baxırıq. 4-cü misradakı isim təsiri hal şəkilçilidir. Baxırıq 4-cü misraya. Aşdı, daşdı arzular. Arzular aşdı, daşdı.
Nə arzular? Baxırıq ki, bu adıq haldadır, təsiri halda deyil. Deməli yanlışdır. İkinci misradakı isimlər adıq haldadır. Göy, meşələr, lal sular. Bəli, meşələr və sular adıq haldadır. Bu isə doğrudur. Deməli variantımız olacaq D variantı. Növbəti testə baxırıq. Verilmiş nümunədəki feillərlə bağlı yanlış fikirdir. Bələdiyyə idarəsinin bir məmuru nəql edilmiş ki, məni Parisə göndərmişdilər. Təsriflənən feillərdir. Birinci feilimizə baxırıq. Nəql edilmiş. İkinci feilimizi də göndərmişdilər. Deməli, birinci feilimiz indiki zamanda xəbər şəklindədir. İkinci feilimiz isə nəqli keçmiş zaman xəbər şəklindədir. Nəticədə hər ikisi təsriflənən feildir. Bu doğrudur. B variantına baxırıq. Biri indiki zamanda, digəri isə qeyri-qəti gələcək zamandadır. Deməli, biz baxırıq ki, birinci indiki zamandadır. Bu doğrudur. Amma ikinci feilimiz göndər sözün köküdür. Mışdı nəqli keçmiş zaman. Yəni qeyri-qəti gələcək zaman deyil. Deməli yanlışdır. Altından xətt çəkilmiş hissə nəqli keçmiş zaman şəkilçisidir. Doğrudur. Məlum növdədir. Doğrudur. Aid olduqları şəklin özəməxsus şəkilçisi yoxdur. Biz bilirik ki, əmr və xəbər şəklinin özəməxsus şəkilçisi yoxdur. Burada da feillərimiz xəbər şəklindədir. Deməli, aid olduqları şəklin özəməxsus şəkilçisi yoxdur. Hökmü doğrudur. Deməli, variantımız olacaq B variantı. 35-ə baxırıq. Klasteri tamamlayın. Say quruluşca sadə, düzəltmə, mürəkkəbdir. Bu tamamilə doğrudur. Yəni, biz doğrularla irəliləyəcəyik. Ola bilər ki, klasterin birinci sırasında yanlış fikirlər versin. Biz yanlışları müəyyənləşdiririk, amma burada doğruları tapmalıyıq. Mürəkkəb saylar defisilə və ayrı yazılır. Bu fikir doğrudur. Məsələn, mürəkkəb say bir qədər ayrı yazılacaq, amma 5-6 deməli 1 doğrudur. Kəsr sayının düzəldən da şəkilçi leksi şəkilçidir. 5-də 3. Burada 5-də 3-dəki da yerlik hal şəkilçidir. Yəni qrammatik şəkilçidir. 2 yanlışdır. Sıra sayından sonraki isim cəmlənə bilməz. Biz bilirik ki, sıra sayından sonra gələn isim 2 halda cəmlənə bilər. Məsələn, əgər müəyyən bir zaman dilimini əhatə eləyirsə, məsələn 90-cı illər, bu zaman cəmlənə bilər. Bir də ki, paralellik anlayışı bildirən məqamda. Məsələn, birinci siniflər. Birinci siniflər dərsə hazır deyildi. Məsələn, burada o anlamdadır ki, 1A, 1B, 1C bu anlamda. Yəni, bu iki məqamda cəmlənə bilər. Deməli, 3-də yanlışdır. Qeyri-müəyyən miqdar sayları ilə isimlər arasında nümərativ söz işlənə bilər. Tamamilə doğrudur. Məsələn, biz deyə bilərik ki, 5-6 nəfər şagird, yaxud deyə bilərik ki, bir neçə ədəd zeytun. Deməli, qeyri-müəyyən miqdar sayının isim arasında nümərativ söz işlənə bilər. 1-4 doğru cavabımızdır. Variantımız olacaq Y variantı. Hansı cümlədə sifət işlənməmişdir? A variantı. Gözəllik soy iləndir, şahmar da soy ilandır. Deməli, bu misralarda gözəllik isimdir, gözəllik soy iləndir. Yəni, gözəllik soyladır, şahmar da soy ilandır. Nəticədə bu misralarda biz sifət müşahidə etmirik. B variantına baxırıq. Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi. Üzə aydan da gözəl, nazlı nigar gəlmiş idi. Bu misralarda sevgili sifətdir. Üzə aydan da gözəl, gözəl sifətdir, nazlı sifətdir. C variantına baxırıq. Başqa bir yarı necə axtarım, ey nazlı mələk. Bilirəm sən də dedin, yox yarə hacət sənsiz. Başqa yar, başqa sifətdir, nazlı sifətdir. Bilirəm sən də dedin,
Yox yarə hacət sənsiz. Burada sənsiz yara ehtiyac yoxdur. Sənsiz necə? Sənsiz. D variantına baxırıq. Arif ola eyham ilə söz qana, naməhrəmdən şərm eyləyə utana. Saat kimi meyli haqqa dolana, doğru qəlbi, doğru yolu gərəkdir. Bir neçəsini seçək sifətlərdən. Naməhrəm sifətdir. Doğru sifətdir. Doğru sifətdir. Y variantında günbəgün könlümün artar qubarı, pərişandır, tapmaz o qəm küsarı. Ölsün itkin olsun belə əğyarı, gəzməsin arada yaman bəri bax. Burada pərişan sifətdir. Bu səbəbdən də variantımız olacaq A variantı. 37-ci suala baxırıq. Hansı cümlədə cəm və mənsubə şəkilsi qəbul etmiş qeyri-müəyyən əvəzi var? A variantında öz əvəzi cəm və mənsubə şəkilsi qəbul edib, lakin təyin əvəzidir deyə götürmürük. B variantında bəzi, lar cəm, I mənsubət, nın haldır və bəzi qeyri-müəyyən əvəzi olduğu üçün götürürük. C variantında belələrini yaxşı tanıyıram, iş bacaran deyirlər. Belə əvəzinin üzərinə lar cəm, i mənsubət, n təsir halı əlavə olunub. Götürmürük bu səbəbdən ki, belə işarə əvəzidir. Kimi bizə dost, kimi düşməndir. Burada kimi, yəni bəzisi bizə dostdur, bəzisi düşməndir. Biri bizə dostdur, biri bizə düşməndir. Burada kimi qeyri-müəyyən əvəzlikdir. Hamısı öz həyətimizdəndir. Hamı qeyri-müəyyən əvəzlikdir. Lakin üzərində yalnız mənsubə şəkilsi var, cəm şəkilsi yoxdur. Bu səbəbdən də variantımız olacaq B variantı. 38-ci suala baxırıq. Həm tabeililik, həm tabesizlik bağlayıcısının işləndiyi cümləni seçin. A variantında hərçənd güzəşt bağlayıcısıdır, amma qarşılaşdırma tabesiz bağlayıcıdır. Deməli, variantımız olacaq A variantı. B variantında istər bölüşdürmə bağlayıcısıdır, istərsə də bölüşdürmə bağlayıcısıdır. Deməli, tabesizlik bağlayıcısı var, tabelilik bağlayıcısı isə yoxdur. Min yiyənin olsun, ancaq bir deyənin olmasın. Burada ancaq qarşılaşdırma bağlayıcısıdır, amma tabelilik bağlayıcısı yoxdur. Bilirəm ki, aydınlaşdırma tabeli bağlayıcı, əgər şərt tabeli bağlayıcıdır, tabesizlik bağlayıcısı yoxdur. Çünki səbəb tabeli bağlayıcı, ki aydınlaşdırma tabeli bağlayıcıdır. Burada da tabesizlik bağlayıcısı yoxdur deyə götürmədik. Variantımız olacaq A variantı. 39-a baxırıq. Sözlərdən hansına təsirli hal şəkilsi artırsaq, fikir düzgün olmaz. A variantı. Nə y bitişdiricisi qəbul edər? Məsələn, nəyi axtarırsan? Nəyi axtarırsan? Bəli, burada təsirli hal şəkilsi qəbul etdiyi üçün y bitişdiricisi qəbul edib. Bu tamamilə doğrudur. Külək K-yə əvəzlənməsi baş verər. Küləyi hiss edirsənmi? Küləyi. Burada təsirli hal şəkilsi qəbul etdikdə K-yə əvəzlənməsi baş verib. Doğrudur. Qoca ismin xüsusiyyətini daşıyar. Qocanı görürsənmi? Kimi? Qocanı. Burada isimləşib. Deməli, doğrudur. Beyin söz kökündə ikinci sait düşər. Biz bilirik ki, milli sözlərimiz qarın, qoyun, ovuc, çiyin, boyun, burun, alın, ovuc, könül, qayın və ağıl sözü, ağıl bir dənə istisnadır ki, alınmadı, amma ağıl sözü də həmin qrupa daxildir ki, və s. Bu sözlər yalnız mənsubiyyət artığında kökünün son saitini itirir. Yəni, təsirli hal şəkilsi qəbul etdikdə kökünün son saitini itirməyəcək. Yaranı bağladılar. Burada biz müşahidə eləyəcəyik. Ya fikirləşə bilərik ki, bağladılar nəyi yaranı. Bir də fikirləşə bilərik ki, sənin yaranı bağladılar. İki formada. Yəni, həm təsirli hal şəkilsi kimi, həm də mənsubə şəkilsi plus təsirli hal şəkilsi kimi düşünə bilərik. Bu da doğru. Deməli, variantımız olacaq D variantı.
40-cı suala baxırıq. Aşağıdakilərdən hansıları həm sadə feil, həm də düzəltmək isim kimi düşünmək olar? Birincidə sevdirəcək, biz yalnız onsuz da düzəltmə feil kimi düşünə bilərik. Biri götürmürük. 2-yə baxırıq, boyadır. Biri var deyə bilərik ki, Əli divarları boyadır. Bu zaman biz bunu düşünəcəyik. Düzəltmə feil kimi. Əlimdəki boyadır. Bu zamansa düşünəcəyik sadə isim kimi. Demək ki, də götürmürük. 3-cüdə qopar sözü. Biz bunu düşünə biləcəyik həm qoparmaq feili leksil şəkil çəkimi, həm də kağız divardan qopar, qeyri-qəti gələcək zaman kimi. Demək 3-ü də götürmədik. 4-cüyə baxırıq, çapacaq. Biri var deyirik ki, o divarı çapacaq. Bu zaman qəti gələcək zaman şəkilçisi kimi qrammatik və yaxud da o atı çapacaq kimi də eyni şeydir. Yenə qrammatikdir. Bir də var ki, çapacaq yeni idi. İsim kimi. Çapacaq. Çapacaq ət baltasına deyilir. Deməli, biz çapacaq sözünü sadə feil, həm də düzəltmə isim kimi düşünə bildik. Çaxmaq. Biri var İldırımın çaxmağı, qrammatik şəkil kimi düşündük, məsdər kimi. Bir də var deyirsən ki, çaxmaq işimə yaradı. Feildən isim düzəldən maq vasitəsilə yaranıb və nəticədə düzəltmə isimdir. Çaxmaq nədir desəz, çaxmaq odun silahlarda mexanizmin bir hissəsidir. Bu səbəbdən 5-i də götürdük. 6-ya baxırıq. Gözlə. Biri var, sən məni burada gözlə. Feil kimi düzəltmədir. Bizdən feil kimi sadə istədiyi üçün baxmırıq və qoşmalı isim kimi düşünülə bilər. Altında götürmürük. Olacaq 4 və 5. Keçirik mətnimizə. Ekran görüntüsü götürə bilərsiniz. 41-ci sualda bizdən soruşur. Mətndə bu haqda məlumat yoxdur. Dahi bəstəkarın dəfn mərasiminə 30 mindən artıq insan yığışıbmış. Biz nəticə hissəsində görürük ki, Beethoven'i son mənzilə yola salanların arasında Franz Schubert də var imiş. Bu çox simvolik bir hadisə idi. İlk romantik sonuncu klassiklə vidalaşır. Avropa musiqisində klasizm cəryanı romantizmlə əvəz olunur. Amma biz burada bəstəkarın dəfn mərasiminə nə qədər insan çıxış etməsinə aid, nə qədər insan olmasına aid bir fakt görmürük. Bu səbəbdən variantımız A variantıdır. Uzaq sevgiyə doğru vokal silsiləsi kiçik mahnıları yaradıcılığının lirik xəttinin bariz şəkildə nümayiş etdirir. Bu doğru fikirdir. Uzaq sevgiliyə doğru vokal silsiləsi bu doğru fikirdir. C variantında Beethoven cəmi 9 simfoniya yazmışdır. Beethoven cəmi 9 simfoniya yazmışdır fikri. Doğrudur. Müəllifi olduğu simfoniyalardan biri xoşbəxtliyə, dostluğa, qardaşlığa səsləyən alovlu çağırış birlik rəmzi kimi qavranılır. Baxırıq bu faktda görürük. Deməli, doğrudur. Xəstəlik səbəbindən ömrünün son illərində o dəftərdən istifadə etməklə yazılı söhbətlərə keçir. Baxırıq. Deməli, bu faktda doğrudur. Deməli, variantımız olacaq A variantı. 42-yə baxırıq. Mətnin əsasən yanlışdır. Napoleona həsr etməyi nəzərdə tutduğu simfoniyanın adını müəyyən səbəbdən dəyişir. Bu doğrudur. Çünki Napoleonun özünü imperator elan etməsini bəstəkar olduqca pis qarşılayır və simfoniyanı qəhrəmanlıq adlandırır. Deməli, bir doğru fikirdir. 8-ci simfoniyasından bəstəkar dövrü üçün cəsarətli yenilik edir. Baxırıq. 9-cu simfoniyada yenilik edib. Deməli, 2 yanlışdır. Schiller'in şeiri əsasında qəhrəmanlıq adlı nəhəng xor səhnəsi verir. Schiller'in Sevincə doğru şeiri əsasında
xor səhnəsi verib. Deməli 3 yanlışdır. Xəstəlik səbəbindən insanlarla ünsiyyət saxlamaqda çətinlik çəkir. Doğrudur. Bayaq dedik ki, ömrünün son illərində dəftərdən istifadə edərək yazı ünsiyyətə keçir. Xəstəlik dövründə yazdığı əsərlərdə qorxu, ümidsizlik hisslərinə rast gəlmək mümkün idi. Bu isə yanlışdır. Biz burada baxırıq ki, bəstəkarın bu dövrdə yazdığı əsərlərdə qorxu, ümidsizlik hisslərinə rast gəlmək mümkün deyil. Nəticədə variantımız olacaq. Yanlışı soruşursa 2, 3, 5. B variantı. 43-ə baxırıq. Aid olduğu üsluba xas olaraq mətndə gördüyümüz kimi mətnimiz hansı üslubdadır? Publisistik üslubdadır. Mətbuat dilindən istifadə edilmişdir, düzdür. Arxaik leksika rəsmi işgüzar üslub üçün səciyyəvidir, yanlışdır. Fikirlər aydın anlaşıqlıdır, düzdür. Mücərrəd obrazlığı mövcud olduğu üslub bədii üslubdur, yanlışdır. Termin sıxlığı elmi üslubdur, deməli bu da yanlışdır. Bizdən isə aid olduğu üsluba xas olaraq xüsusiyyətlər istədiyi üçün götürəcəyik 1 və 3 D variantı. 44-ə baxırıq. Əvvəldə rəqəm qoyulmuş sözlər əsasında uyğunluğu müəyyən edin. Deməli, əvvəldə rəqəm qoyulan sözlərimiz məşhur, bir də nail olmaqdır. Tanınmış sözün sinonimi hesab oluna bilər. Biz görürük ki, məşhur sifətdir, amma tanınmış feili sifətdir. Biz bilirik ki, sinonimlər yalnız eyni neksəsinə aid olmalıdır. Ona görə də A-nı götürmürük. Bir işin öhdəsindən gəlmək, bacarmaq sözlərinin qarşılığı kimi işlətmək olar. Bunu əlavə edəcəyik nail olmağa. Populyar sözü anlamına gəlir. Bəli, bu məşhur əlavə edirik. Həqiqi mənada işlənməyib. Gördüyümüz kimi hər iki söz həqiqi mənada işlənir. Bu səhvdir. Şöhrətli sözü ilə əvəzləmək mümkündür. Deməli 1C, 2B variant C. Aşağıdakı cümlələrdən birində saxlamaq sözü mətndə altının xətt çəkilmiş sözlə eyni mənada işlənir. Altının xətt çəkilmiş sözə baxırıq. Adamlarla ünsiyyət saxlaması da tədricən çətinləşir. Deməli, mətndə ünsiyyət saxlaması hansı anlamdadır? Yəni, ünsiyyət saxlamaq, əlaqə qurmaq, əlaqə saxlamaq bu anlamdadır. Ceyranın ayaq səslərini eşidən ovçu bir qədər ayaq saxladı. Burada dayandı anlamındadır. Saxladığı pulların uğurlandığının fərqinə varanda artıq gec idi. Yəni, saxladığı, mühafizə etdiyi, gizlətdiyi pullar anlamındadır. Burada yanlışdır. Əlaqə saxladığı dostlarından neçə gün idi ki, xəbər ala bilmirdi. Bu doğrudur. Sirri gizli saxlasa da bir gün üzə çıxacağını yaxşı bilirdi. Yəni, sirri mühafizə etsə də, gizlətsə də bu anlamdadır. Saxla samanı gələr zamanı. Burada da qoru, mühafizə et anlamındadır. Yanlışdır. Deməli, variantımız olacaq C variantı. Keçirik açıq suallara. Beethovenin sağlamlığı ilə bağlı çətinlikləri onun dünya görüşünə ciddi təsir göstərmişdir. Fakt isə verib ki, qulaqlarındakı kəskin cingiltili səslər ona musiqi səslərini ayırt etməkdə maneəçiliyi törədir. Deməli, biz burada ikinci bir fakt seçə bilərik ki, dirijorluq etmək qabiliyyətini get-gedə itirir və adamlarla ünsiyyət saxlaması da tədricən çətinləşir. Bu iki faktı yaza bilərik. Yazı şəkildə də yenə yazın. Yaza bilərik ki, məsələn, dirijorluq etmək qabiliyyətini itirir. Bir də yaza bilərik ki, yəni ya bunu yaza bilərsiniz, ya da bunu yaza bilərsiniz ki, adamlarla ünsiyyət saxlaması tədricən çətinləşir. Ya da bu faktı yaza bilərsiniz. Gəldik 47-yə baxırıq.
47-də deyir ki, artıq yaşamaq istəmirdim, intihar etmək istəyirdim. Ancaq məni həyata bağlayan arzularım həyata keçməmiş dünyanı tərk etməyə ağılsızlıq hesab edirdim. Verilmiş fikirləri neçəncə abzasa əlavə etsək, məzmun ardıcılığı pozulmaz. Deməli, biz bu fikri əlavə eləyə bilərik. Biz bu fikri əlavə eləyə bilərik ikinci abzası. İkinci abzası. Çünki burada ikinci abzası deyir ki, lakin nə xəstəlik, nə də tənhalıq Beethovenin mətin iradəsindən qıra bilmədi. Bu səbəbdən də biz ikinci abzasa əlavə edə bilərik. 48-ə baxırıq. Mətndə hansı cümlə Beethovenin bütün xalqların sülh şəraitində yaşamaq istədiyini təsdiq edir? Diqqətli oluruq. Burada qeyd edib ki, Şillerin Sevincə Doğru şeiri əsasında nəhəng xor səhnəsi verilir. Bu ölməz musiqi indiyədək xoşbəxtliyə, səadətə, dostluğa, qardaşlığa səsləyən alovlu çağırış olaraq dünya xalqlarının birlik rəmzi kimi qavranılır. Əgər biz bu cümləni yazsaq, tamamilə doğru olacaq. 49-da Eyler-Venn diaqramı vasitəsilə əsas və çərçivə daxilindəki mətnlərin üslubu xüsusiyyətlərini müqayisə edin. Qoyulan tələbi tam yerinə yetirin. Deməli, biz bilirik ki, əsas mətnimiz publisistik üslubdadır. Publisistik üslubdadır. Növbəti çərçivəyə baxaq. Azərbaycanın əmək fəaliyyəti ilə məşğul olan işçilərlə işləmək hüququ olan şəxslər arasında yaranan əmək münasibətləri, onlarla birlikdə dövlət idarəçiləri, hüquqi şəxslər arasında onlarla münasibətlərdən törədilən digər hüquq münasibətlərini tənzimləyir. İkinci, Azərbaycan Respublikasının əmək fəaliyyətinin, şəxsi işçilərinin hüquqlarının, bu hüquqların əldə edilməsini təmin etmək qaydalarının minimum normalarını müəyyən edir. Normalarını müəyyən edir. Bu isə gördüyümüz kimi rəsmi işgüzar üslubdur. Konstitusiyadan bir hissə olduğu üçün rəsmi işgüzar üslubdur. Deməli, biz əsas mətnə yaza bilərik. Kütləvi anlaşıqlıq, aydınlıq, təsirli. İşfahi şəkildə deyirəm, yazmaq vaxtı itkisi olur. Əsas mətnə yaza bilərik. Kütləvi anlaşıqlıq, aydınlıq, təsirlilik var. Müxtəlif mövqe və maraqları əks etdirir. Mücərrəd obrazlıqdan istifadə edilməmişdir. Çərçivədəki mətni yaza bilərik. Arxaik leksika, standart forma, sintaksi məhduddur. Yaxud yaza bilərik. Sabit forma əlamətləri var. Ortaq funksional üslubdadırlar. Ədəbi dil normalarına tabidirlər. 50-yə baxırıq. Mətnə əsasən səbəb-nəticə əlaqəsini müəyyənləşdirin. Səbəb verib ki, Beethoveni son mənzilə yola salanların arasında Franz Schubert olması simvolik bir hadisə idi. Nəticədə ilk romantik sonuncu klassiklə vidalaşır. Avropa musiqisində klasizm cərəyanı romantizmlə əvəz olunur. Bunu yaza bilərik. Publisistik üslubdan mətnin içərisindən cümlələri olduğu kimi götürüb yaza bilərik. Birinci mətn bura qədər. Keçirik ikinci mətnimizə. Mətnin məzmununa əsasən yanlış fikri göstərin. Alim yalnız ölkəsində deyil, başqa ölkələrdə tanınırdı. Bu doğru fikirdir. Onu öz ölkəsində də, qonşu məmləkətlərdə də hamı yaxşı tanıyırdı. B variantına baxırıq.
Alim yalnız özünün deyil, ətrafındakiləri da düşünən bir şəxs idi. Bu da doğru fikirdir. Səbəb odur ki, dağların altından lağım atırıb yol düzəltdirir, ulduzlara baxmaqla ilin necə keçəcəyini söyləyirdi. Yanına dərli gələn dərmansız qayıtmırdı, ona alim aləmdir deyirdilər. C-yə baxırıq. Quldurlar alimin səsini eşidib onların yanına gəlir. Baxaq. Alim baxdı ki, yoldaşları hamısı qocadır və inam yoxdur ki, bu istidə səhranın 7 arşınlığına ensinlər. Kaş sizin kimi alimlərin əvəzinə 5-3 qol gücü cavan gətirəydim, dedi. Söz alimin ağzından çıxar-çıxmaz bir də gördülər ki, başı qarlı dağlar tərəfindən bir dəstə atı onlara tərəf çapır. Toz dumana qarışıb. Yəni, burada alimin səsini eşidib gəlmirlər, təsadüfən olan bir prosesdir. Deməli, C variantı yanlışdır, variantımız C'dir, çünki yanlışı seçirik. Quldur başı alimin hazır cavablığı qarşısında aciz qalır. Alim qalın bir kitabı açıb vərəqləməyə başladı. İndi qızılların da yerini deyərəm. Hamısı bu kitabda yazılıb. Üzündə köç itinin cırmaq yerləri olan quldurbaşı axsayırsa, gözləri çaşdırsa, qolunun biri əyridirsə, ona alim dava dərman etməlidir. Quldurbaşı cınqırını çıxara bilmədi. Alim quldurbaşının qarşısında dayandı. Deməli, bu fikir doğrudur. Alimin yükünün çoxu öz sənətinə uyğun idi. Quldurbaşı quldurlardan birinə əmr elədi ki, dəvənin belindən açarları düşürsün. Açarları götürüb dəvələrin yükünü açdılar. Əllərinə fərli bir şey keçmədi. Yükün çoxu kitab dəftər idi. Deməli, Y də doğrudur. Deməli, variantımız olacaq C variantı. 52-yə baxırıq. Üzərində rəqəm yazılmış sözlər əsasında uyğunluğu müəyyən edin. İlk sözümüz yollandı. Digər sözümüz isə körlük çəkirdəki çəkirdi. Deməli, həqiqi mənadadır. Səhriyə yollandı, bəli, həqiqi mənadadır. Məcazi mənadadır, bəli. İpi çəkmək olur, körlük çəkmək məcazi mənadadır. Xəstəlikdən əziyyət çəkmək, bəli, bu da məcazi mənadadır. O paytaxta taksi ilə getdi. Yəni yollandı, getdi, o anlamda olduğu üçün götürəcək birəm. Yükü şəhərə maşınla göndərdilər. Mətndə səhriyə yollandı, getdi, çatdı, özü gedib, özü çatıb, o anlamdadır deyə yeni götürmürük. Deməli, 1AD, 2BC. Götürəcəyik 1AD, 2BC, C variantı. 53-ə baxırıq. Mətnə əsasən sual işarəsinin yerinə hansı fikir yazılsa, cədvəl tamamlanır. Problem xəndəyin qazıla bilməməsidir. Problemi yaradan səbəbi tapırıq. Problemin həlli alim quldurlardan istifadə edir və xəndəyi qazdırır. Alim suyun yerini dəqiq tapa bilməmişdi. Bu problemi yaradan səbəb deyil. Ulduzların verdiyi nişan yanlış idi. Alimin yanındakilərin qorxudan rəngi saralmışdı. Hava isti, alimin yanındakilər isə qoca idi. Bu isə doğrudur. Çünki hava isti idi. Hətta orada alim etiraf edir ki, kaş ki sizin yerinizə mən bir neçə nəfər cavan adam gətiriydim. Alimin çağırdığı adamlar gec gəlmişlər. Bu isə yanlış. Deməli, bura D variantı yazacaq. 54-ə baxırıq. Mətnin üslubuna uyğun gəlməyən nümunəni göstərin. Mətnimiz bilirik ki, bədii üslubdadır. Bədii üsluba uyğun gəlməyən nümunə. Ac elə bilər hamı acdır, tox elə bilər hamı toxdur. Müşahidə edirik. Təkrir. Bu səbəbdən bədii üslubdur. Həyat səni güldürəndə gülmüsən, hünərin var ağladanda gül görüm. Şeirlərin hamısı bədii üslubdadır. Ürək dil açır ki, sönməmiş odum, hücuma başlayır mənim söz ordum. Yenə bir məcazili müşahidə edirik. Bədii üslubdadır. Göytəpə kəndinin yassı qazma daxmaları Kürün sahilindən qədər səpələnmişdi. Daxmanın səpələnməyi yenə bədii üslubdadır. Tez qaç denən ki, evə qonaq gəlibdi. Bu isə məişət üslubundadır. Nəticədə Y variantı mətn üslubuna uyğun gəlmir.
55-ə baxırıq. Mətndə hansı suala dəqiq cavab vermək olmur? Alim nə üçün səhralara yollanır? Mətni oxuyanda müşahidə elədik ki, su tapmaq üçün. Alim suyun orada olduğunu harda bilir? Yaxında dağlar görür, qarlı dağlar görür. Alimlərin yanına neçə quldur gəlir? Burada qeyd edir ki, 7 quldur. Deməli, bu suala cavab tapırıq. Quldurbaşı nə üçün qəzəblənir? Qızıl tapmayıb deyə. Alim yanında neçə nəfər aparmışdı? Bir gün alim özünə bab olan elm adamlarına, yəni uyğun olan elm adamlarından bir neçəsini götürür. Yəni bunu qeyri-müəyyən şəkildə ifadə edir. Bu səbəbdən də biz alim yanında neçə nəfər aparmışdı, biz bunu bilmirik. Keçirik açıq sualların izahına. 56-cı suala baxırıq. Mətn tərkib hissələrini əhatə edən 5 mətndən ibarət plan qurun. Biz bilirik ki, planı mütləq söz birləşməsi ilə qurmalıyıq. Mətn giriş, əsas, nəticə hissəsindən ibarətdir. İsə səs birini girişə, birini nəticəyə, üçünü isə əsasa yaza bilərsiniz. İstəsəz ikisini nəticəyə yaza bilərsiniz, yaxud ikisini girişə yaza bilərsiniz. Bunu özünüz planlaya bilərsiniz. İndi məsələn, yaza bilərik ki, şifahi şəkildə deyirəm ki, vaxt ikisinin qarşısını alaq. Birinciyə yaza bilərik ki, alimin öz ölkəsində və ətraf məmləkətlərdə tanınması. İkinciyə yaza bilərik ki, susuzluqdan əziyyət çəkən cəmiyyətə kömək etmək istəməsi. Üçüncüyə yaza bilərik ki, 7 quldurun alimə və yanındakı adamlara tərəf gəlməsi. Növbətiyə yazarıq quldurbaşının qızılların yerini soruşması. Sonuncuya isə yaza bilərik ki, quldurbaşının alimin dediklərindən təsirlənməsi. Və yaxud da quldurların yol kəsməyi, karvan soymalarını tərk etmələri. 57-ci suala baxırıq. Klasteri obrazın xarakteri baxımından tamamlayın deyirsə, biz burada fəaliyyətinə aid heç bir şey yazmırıq. Yalnız xarakterini tamamlayacaq. Özü meyar verib ki, cəsurdur. Yəni sifətlə tamamlayıb. Alimə yaza bilərik ki, müdrikdir. Ağıllıdır. Əlavə meyarlardan məsələn yaza bilərik, xeyirxahdır. Düşüncəlidir. Və s. Bu meyarlardan hansı birini yazmısınızsa doğrudur. Verilmiş mətnin xülasəsini yazın. Deməli, xülasə nədir? Mətnin qısa məzmunu. Minimum 5, maksimum 10 cümlə. Mətnin məzmununda biz mətnin giriş, əsas, nəticə hissəsini, əsas xüsusiyyətlərini tamamlamaqla qeyd etməliyik. Xülasəyə epizodik hadisələr, xırda prosesləri daxil etməməliyik, əsas fikirləri danışmalıyıq. Məsələn, belə yaza bilərik ki, öz ölkəsində və qonşu məmləkətlərdə yaxşı tanınan bir alim bir gün özünə bab adamlardan bir neçəsini götürüb susuz səhraya yollanır. Susuzluqdan əziyyət çəkən cəmiyyətə kömək etmək istəyir. Yanındakı adamların qoca olduğunu düşünür. Fikirləşir ki, gərək onların əvəzinə qol güclü cavanlar gətirərdi. 7 quldur onların yanına gəlir. Quldurbaşı qızılların yerini soruşur. Alim onlarla söhbət edir. Quldurbaşı bundan sonra quldur yox, qul olduqlarını söyləyir. Yeri qazıb suyu tapırlar. Quldurlar quldurluqdan əl çəkirlər. Bu şəkildə əsas prosesləri əhatə edən xülasə yaza bilərsiniz. 59-cu testdə mətni əsasən cədvəli tamamlayın. Camaat sudan çox korluq çəkir. Nəticədə alim onlara kömək etmək üçün səhrəyə yollanır.
Nəticədə verib ki, alim qalın bir kitabı açıb vərəqləməyə başladı. Səbəb isə yaza bilərik ki, quldurbaşı qızılların yerini soruşur. Buna yaxın cavablar yazmışıqsa doğrudur. Gəlirik 60-a baxırıq. Əsas mətn və verilmiş nümunələrdəki üslubu baxımından müqayisə edin. Cədvəli tamamlayın. Deməli, əsas mətnimiz bədii üslubdadır. 31 dekabr 2022-ci il saat 17:00-da Tarix Muzeyinə kollektiv baxış təşkil ediləcək. Biletin qiyməti 30 manatdır. 22 saylı məktəbin şagird təşkilatı. Deməli, A mətnimiz rəsmi işgüzar üslubdadır. B mətni noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Şuşaya səfər edib. B mətni isə publisistik üslubdadır. Deməli, nəticədə əsas mətnin üslubu xüsusiyyətlərinə yazacaq ki, obrazlıq, məcazilik, emosionallıq var. Bədii təsvir ifadə vasitələrindən istifadə olunmuşdur. A mətnin üslubu xüsusiyyətinə yazacaq ki, standart forma, arxaik leksika, sintaksi məhduddur. Fərqli bir şey yazmaq istəyirsinizsə yaza bilərsiniz ki, sabit formada normallıq möhkəmdir. B mətninin xüsusiyyətlərinə yazacaqsınız ki, kütləvi anlaşıqlıq, aydınlıq, təsirliyi var. Yaxud yaza bilərsiniz müxtəlif mövqe və maraqları əks etdirir. Yaxud yaza bilərsiniz ki, mücərrəd obrazlıqdan istifadə edilməmişdir. Oxşar xüsusiyyətlə yazmalıyıq ki, funksional üsuldadırlar. Belə yoldaşlar, təşəkkür edirəm. Bəyənməyi və kanala abunə olmağı unutmayaq.